إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله اللهم انفعنا بما علمتنا وعلمنا ما ينفعنا وزidna ilmen. Allah Teala'dan isterim ki bu meclisi bereketli eylesin. Ve Allah Teala bizi öz dininde sabit etsin. Benim mevzu yani güzel ahlak. Ahlakı cem eden hadisler. Allah Teala'dan isterim ki bizi güzel ahlak sahibi etsin. Ve Allah Teala Peygamber sallallahu aleyhi ve sellem hakkında buyurur ki ve inneke le'ala hulukin azim. Həqiqətən sən əzəmətli əxlaq üzərindəsən. Yəni, əxlaq, insanın əxlaqı, ədəbi, insanın səadətinin, xoşbəxtliyinin, nicatının ünvanıdır həm dünyada və həmçində axirətdə. Yəni, bütün xeyirlər, insana hasil olan bütün xeyirlər, üstün əxlaqlar və gözəl ədəblər səbəbi ilə gəlir. Və din də bütövlükdə hamısı əxlaqdır. Və kim də yəni sənin əxlaqını artırmaq üçün bir səbəb, vasitə olursa, deməli sənin dinini, imanını artırır. Əbu Hurayra deyir ki, Allah Resulü sallallahu aleyhi və səlləmdən soruşdular ki, insanları ən çox cənnətə daxil edən şey nədir? Və Allah Resulü sallallahu aleyhi ve sellem dedi ki, təqvallahi və husnul xuluqi. Allah təqvası və gözəl əxlaq. Yəni insanın Allahdan qorxması, təqvalı olması və bir də gözəl əxlaq. Peyğəmbər sallallahu aleyhi ve sellem cənnətə daxil olmanın səbəbi olaraq təqva və bir də əxlaqı zikr etdi. İbn-i Qayyim deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem təqva ilə Allaha qarşı insanın təqvalı olması, Allahdan qorxması, həzər etməsi, Allahın əzabından, cəzasından və bir də gözəl əxlaq bu ikisini cəm etdi. Çünki təqva ilə insan özü ilə Allah arasında olanı düzəldir və gözəl əxlaqla insanlarla özü arasında olanı islah edir. Təqva insana Allah sevgisini vacib edir. Təqva sahibini Allah Teala sevir və gözəl əxlaq da insanı Allah sevgisinə aparır. Cabir radiyallahu anh deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem buyurmuştur, İnne min ahabbikum ileyye ve akrabikum minni meclisen yevmel kıyameti əhasinukum əxlaqa. Həqiqətən qiyamət günü mənə sizin ən yaxın olanınız və mənim üçün sizin ən sevimli olanınız, ən çox sevdiyim, əxlaqı ən gözəl olandır. Nə qədər insan əxlaqı gözəl olarsa, bir o qədər Allah Resulü sallallahu aleyhi və səlləmə qiyamət günü məclis baxımından yaxın olar. Nə qədər əxlaqı pis olarsa, bir o qədər Peyğəmbər sallallahu aleyhi və səlləmdən insan uzaqlaşır. Və başqa hədisdə Əbu Hurayra deyir ki, Allah Resulü sallallahu aleyhi və səlləm belə buyurmuşdur, İnnekum lən təsa'u ən-nəsə bi-ənvalikum və lakin yəsa'uhum minkum bastul vəcihi və husnul xuluqi. Həqiqətən siz mallarınızla insanlara yaxşılıq etməyə taqətiniz çatmaz. Lakin sizin tərəfinizdən onlara kifayət edər, yəni yaxşılıq olaraq bacararsınız, gözəl təbəssüm, yəni gülərüzlülük və bir də gözəl əxlaqla. Yəni mümkün deyil ki, insanların hamısına malı ilə yaxşılıq etsin, hamısına hədiyyə ver, sədəqə ver, qonşular, qohumlar, dost tanış. Yəni mümkün deyil ki, insan malını
hamıya xərcləyərək hamıya yaxşılıq etsin. İnsan mal, mülk çatdıra bilməz. Lakin bütün insanlara gözəl əxlaq, gözəl ədəb, təbəssüm, gülərüzlülük bunu insan edə bilər. Və bu elə bir yaxşılıq, ehsandır ki, bunu hər kəs bacarır. Allah Teala'nın müvəffəq etdiyi hər kəs üçün bu asandır. Ki insan təbəssüm etsin, güləriz olsun və insanlarla yaxşı rəftar etsin. Və Allah Teala Qur'anda buyurur ki: "Və əhsinu", yaxşılıq edin, ehsan edin. İnnallaha yuhibbul muhsinin. Həqiqətən Allah muhsinləri, yaxşılıq edənləri sevir. Və insan malı, mülkü ilə ehsan etmək istəsə, mümkün deyil ki, hamıya eləsin. Yəni çatdıra bilməz. Amma ki, təbəssüm, gözəl rəftar, insanlara xoş söz söyləmək, səhv edəni bağışlamaq, əfv etmək, xatasından keçmək, özünə qarşı kimsə haqsızlıq birdən əgər etsə, onu bağışlamağı bacarmaq. Bunlar, bu əməllər hər kəsin imkanındadır. Lakin Allah Teala'nın müvəffəq etdiyi şəxs bu nedir? İnsan əgər sadiq, niyyəti yaxşı olarsa, insanlara qarşı yaxşı qəlb, salamat qəlb saxlayarsa ki, insanlara xeyir verim. Bacardığım qədər mənim tərəfimdən hər kəsə xeyir olsun. Hətta pislik edənlərə də. Və bu cür qəlb insan daşıyarsa özündə yaxşılıq, insanlara xeyir və Allah Teala o insanı müvəffəq edir. Həm yaxşı, gözəl sözlər və həmçinin yaxşı rəftar və bir də ki, təbəssüm, gülərüzlülük. Və bu işdə asan işdir, rahatdır, lakin Allah Teala'nın müvəffəq etdiyi insan. Və Abdullah ibn Ömer'dən rəvayət olunur ki, Abdullah ibn Ömer şeir kimi deyərdi, qafiyə kimi. Deyərdi ki, "Buneyyə innəl birra şey'un heyyinun, vechun taliqun və kelamun leyyinun." Ey oğul, ey oğlum, yaxşılıq asan bir şeydir. Gülərüzlülük və yumşaq söz. Yaxşılıq, insanlara yaxşılıq etmək asandır. Rahat bir şeydir. Təbəssüm, gülərüzlü olmaq və bir də yumşaq sözlər. Yəni insanların qəlbini qıran kəlmələr yox. Və bu əxlaqlar Allah Teala tərəfindən hədiyyədir. Allah Teala bu hədiyyəni qullarından istədiyinə verir. Cabir ibn Abdullah deyir, Allah Resulü sallallahu aleyhi ve sellem namaza başladıqda təkbir gətirər və sonra istiftah duası edərdi və deyərdi ki, "İnna salati və nusuki və məhyaya və məmati." Həqiqətən mənim namazım da, qurbanım, ibadətim də, həyatım və ölümüm də lillahi rabbil alemin. Aləmlərin Rəbbi olan Allah üçündür. La şərikə lə, onun heç bir şəriki yoxdur. Və bidəlikə umirtu, və mənə bu əmr olundu. Mən belə əmr olundum. Və ənə minəl muslimin, və mən müsəlmanlardanam. Və sonra dua edərdi. Allahümmə əhdini li əhsənəl əməl və əhsənəl əxləq. Ey Allahım, məni ən gözəl əməllərə, ən gözəl əxlaqlara hidayət et, yönəlt. Lə yəhdi li əhsənihə illə əntə, və ən gözəlinə, ən yaxşısına yalnız sən hidayət edirsən, sən yönəldirsən. Və qini seyyəl ə'məli və seyyəl əxləq, və məni pis əməllərdən və pis əxlaqlardan qoru. Lə yəqi seyyəhə illə əntə, ən pislərindən səndən başqa heç kəs qorumur. Və başqa rəvayətdə isə Peyğəmbər sallallahu aleyhi ve sellem deyər ki, Allahümmə inni əudu bikə min munkəratil əxləq vəl ə'məl vəl əhvə. Allahım, həqiqətən mən sənə sığınıram pis əxlaqlardan, əməllərdən və hava nəfsi istəkdən.
Abdullah bin Məsud deyir, Allah Resulü sallallahu aleyhi ve sellem deyərdi, Allahümmə əhsəntə xalqi fə əhsin xuluqi. Allahım, xilqətimi, yaradılışımı gözəl etdin, əxlaqımı da gözəl et. Tavus İbn Keysən rahimehullah deyir ki, İnə hədil əxlaqa mənnəyihu yəmnəhuhallahu azze və cəllə mən yeşə min ibadihi. Həqiqətən bu əxlaqlar Allah tərəfindən hədiyyə, bəxşişlərdir. Allah Teala qullarından istədiyinə hədiyyə, bəxşiş edir. فَإِذَا أَرَادَ اللّٰهُ عَزَّ وَجَلَّ بِعَبْدٍ خَيْرًا مَنَحَهُ مِنْهَا خُلُقًا صَالِحًا. Əgər Allah bir quluna xeyr istəyərsə, bu əxlaqlardan gözəl, yaxşı əxlaqı ona hədiyyə eləyər. Və Abdullah bin Məsud deyir, İnna Allah Teala qasəmə beynəkum əxlaqakum. Həqiqətən Allah Teala sizin aranızda necə ki ruzilərinizi bölmüşdür, əxlaqınızı da bölmüşdür. Ruzini verən Allah Teala əxlaqı da verir. Yəni ruzini insana verən Allah əxlaqı da verir. İbn-i Qeym rahimehullah deyir ki, فَإِنَّ الْأَخْلَاقَ مَوَاهِبُ يَهَبُهُ اللّٰهُ مِنْهَا وَيَشَاءُ لِمَنْ يَشَاءُ. Həqiqətən əxlaqlar hədiyyələrdir. Allah Teala o hədiyyələrdən istədiyini istədiyi qula verir. Və insandan ruzi qazanmaq məsələsində iki iş tələb olunur. İki şey tələb olunur, mütləq bu olmalıdır. Birincisi, ruzini axtarmaqda Allaha sığınmaq, Allah Teala'ya təvəkkül etmək, Allah Teala'dan ruzini qazanmaqda işlərin asanlaşdırılmasını istəmək. İkincisi isə ruzini tələb etmək üçün çalışmaq. Şəriətin, İslamın icazə verdiyi mübah, icazəli yollar, vasitələrlə ruzi əldə etməyə çalışmaq. Demək, iki şey tələb olunur. Birinci, Allaha sığınmaq, dua, Allah Teala'dan istəmək, Allah Teala'nın yardımını gözləmək, təvəkkül etmək. İkincisi, səy etmək, çalışmaq. Əxlaq da belədir. Əxlaqlarda da insan Allaha sığınmalı, Allah Teala'dan istəməlidir. Uca əxlaqları, gözəl ədəbləri Allah Teala'dan istəməlidir. Təvəkkül edərək ki, verən Allah Teala'dır və eyni zamanda gözəl əxlaqlara yiyələnmək üçün çalışmalıdır, səy etməlidir. Əbu Dərdə deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem buyurmuşdur. Mə min şeyin əthqalu fil mizani min husnul xuluqi. Tərəzidə gözəl əxlaqdan daha ağır şey yoxdur. Başqa rəvayətdə isə mə min şeyin yuda'u fil mizani əthqalu min husnil xuluqi. Tərəziyə qoyulan şeylər içərisində gözəl əxlaqdan daha ağır şey yoxdur. Və innə sahibə husnil xuluqi ləyəbluğu bihi dərəcə sahibil səvmi və salati. Bu dəhşətli hədistir, əzəmətli hədistir. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, həqiqətən gözəl əxlaq sahibi, oruc və namaz sahibinin dərəcəsinə çatır gözəl əxlaqı ilə. Gözəl əxlaqı ilə insan gündüzləri oruç tutub, gecələr namaz qılan insanın dərəcəsinə çatır. Və bu hədislər bildirir ki, qiyamət günü əməllər tərəziyə qoyulacaqdır. İnsanın əməlləri tərəziyə qoyulacaq, yəni üç şey qiyamət günü tərəziyə qoyulacaq. İnsanın özü, insanın əməlləri və bir də əməl dəftəri tərəziyə qoyulacaqdır. Və buna da çox saylı dəlillər var ki, bunun üçünün də tərəziyə qoyulmasına dəlalət edir. Və bunlardan da insanın əməlləri. Və bu hədislər bildirir ki, ən gözəl əxlaq tərəzidə ən ağır gələn olacaq. Və Allah yanında savabı, mükafatı əzəmətli olacaqdır. Əbu Hureyra deyir, Allah Resulü sallallahu aleyhi ve sellem buyurmuşdur, Əkməlul müminə imanən əhsənuhum xuluqa. Möminlərin imanda ən kamil olanları, əxlaqı ən gözəl olanlarıdır.
Ve hayrukum linisâihim. Ve sizin en hayırlınız kadınları üçün hayırlı olandır. Ve bu hadis bildirir ki iman, əxlaq bir-birinə bağlı ayrılmaz şeylərdir. Və əgər insanın əxlaqı gözəldirsə, iman da kamildir. Əxlaqı gözəlləşdikcə imanı da kamilləşir. Və həmçinin əksi də insanın imanı kamilləşdikcə, artdıkca əxlaqı da gözəlləşir. Deməli, əxlaqı zəif müsəlman əxlaqda zəifliyi onun imanının zəifliyinin əlamətidir. İman kamil olsa, insan əxlaqı da davranışı, danışığı, hər bir rəftarı da gözəl olur. Və hədisin ikinci hissəsində buyurur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem sizin ən xeyirliniz qadınları üçün xeyirli olandır. Və xeyirli insan qadınları üçün xeyirli olandır. İstər zövcəsi, həyat yoldaşı və yaxud da bacısı, qızı, anası, xalası və s. Və yenə Ayşə radiyallahu anh deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem buyurmuşdur, İnnə min əkməlil müminə imanən. Həqiqətən möminlərin imanda ən kamil olanları, əxlaqda ən gözəl olanlarıdır. Və əltafuhum bi əhlihi və bir də əhli ailəsinə qarşı ən şəfqətli olandır. Və ən kamil iman sahibi o insandır ki, əxlaqı ən yaxşıdır və əhlinə, ailəsinə qarşı ən şəfqətlidir. Əl-Halimi deyir ki, Dəllə alə ənə husnəl xuluqi imanun və adəmuhu nuqsan iman. Və bu hədislər dəlildir ki, gözəl əxlaq imandır. Gözəl əxlaqın olmaması iman zəifliyidir. Və möminlər imanlarında fərqlidirlər. Bir-birlərindən fərqlənirlər. Bəziləri imanı kamildir. Digərlərinə baxanda. Və Allah Resulü sallallahu aleyhi ve sellem insanlar içərisində əxlaqda ən gözəli idi. Çünki imanı ən kamil olan idi. Və deyir ki, sizin ən xeyirliniz qadınları üçün xeyirli olandır. Yəni kim ki qadınlarla səbirlə davranır. Qadınların əxlaqı, davranışına səbr edir. Qadınların ağıllarında olan naqisliyə səbr edir. Onlara təbəssüm edərək, yaxşılıq edərək və onlarla gözəl danışaraq. Və yenə Əbu Hüreyrə deyir ki, Allah Resulü sallallahu aleyhi və səlləm belə buyurmuşdur. İnnəmə bu'ithtu liutəmmimə salihəl əxlaq. Mən göndərildim ki, yaxşı əxlaqları tamamlamaq üçün. Başqa ləfsdə isə İnnəmə bu'istu liutəmmimə məkəriməl əxlaq. Mən göndərildim ki, yalnız ondan ötürə ki, gözəl əxlaqları tamamlamaq üçün. Və Allah Teala Peyğəmbər sallallahu aleyhi və səlləmi göndərmişdir ki, insanları gözəl əxlaqa dəvət eləsin, ən gözəl əməllərə çağırsın və onları pis əxlaqlardan, pis əməllərdən çəkindirsin. Və Allah Resulü sallallahu aleyhi ve sellem də sözlə, əməllə insanları gözəl əxlaqa çağırmışdır. Yəni sözlə, bu barədə hədislər çoxdur. Gözəl əxlaqa rəğbətləndirən, kamil əxlaqa, uca ədəblərə həvəsləndirən, rəğbətləndirən hədislər çoxdur. Və Allah Teala gözəl əxlaq sahibi üçün necə mükafat hazırlamışdır, necə böyük əcr savab hazırlamışdır. Feillə isə Peyğəmbər sallallahu aleyhi ve sellem özü əməli ilə əməl edənlər üçün bir nümunə idi ki, Allah Teala ona kamil əxlaq vermişdir. Uca ədəb hədiyyə etmişdir. Və Allah Teala buyurur Qaləm surəsi 4-cü ayədə və innəkə lə'alə xuluqin azim. Həqiqətən sən əzəmətli əxlaq üzərindəsən. Və Sa'd ibn Hişam ibn Amir deyir, gəldim Ayşə radiyallahu anh yana. Dedim ki, ey möminlərin anası, mənə Allah Resulü sallallahu aleyhi və səlləmin
əxlaqından xəbər verir. Və Ayşə radiyallahu anh dedi ki, kənə xuluquhul Qur'an, onun əxlaqı Qur'an idi. Məgər sən Qur'anı oxumursan? Allah Teala'nın bu sözünü oxumursan və innəkə lə'alə xuluqin azim, həqiqətən sən əzəmətli, böyük əxlaq üzərindəsən. İbn Kəsir deyir, bunun mənası odur ki, Allah Resulü sallallahu aleyhi ve sellem, yəni Qur'ana tabi olmaq, Qur'anı özünə nümunə götürmək, Allah Resulü sallallahu aleyhi ve sellemin bir səciyyəsi olmuşdur. Qur'andakı əmirlərə tabi olmaq, qadağanlardan çəkinmək, Peyğəmbər sallallahu aleyhi ve sellemin səciyyəsi sanki təbii yaradılışı, fitrəti olmuşdur. Və Allah Resulü sallallahu aleyhi ve sellem öz yaradılış təbiətini sanki tərk edərək Qur'ana üz tutmuşdur. Qur'an nə əmr edirdisə onu edirdi. Nəyi qadağan edirsə onu tərk edirdi. Və Allah Resulü sallallahu aleyhi ve sellemi Allah Teala əzəmətli əxlaq üzərində yaratmışdır və üstəlik də Qur'ana bu cür tabiçiliyi ki Allah Resulü sallallahu aleyhi ve sellem'də Allah Teala'nın onun fitrətində yaratdığı uca əxlaq, həyalı idi, şücaətli idi, səxavətli idi, insanları əff edən idi, həlim xasiyyət idi və ən gözəl əxlaqlar Allah Teala ona vermişdir. Və Səhih Buxarıda və Müslimdə Ənəs bin Məlik deyir ki, mən Peyğəmbər sallallahu aleyhi ve sellemə 10 il xidmətçilik etdim. Yəni 10 il dildə rəqəmdə asandır. 2 rəqəmdir cəmsi. Amma ki, həyatda 10 il qısa müddət deyil. Yəni 10 ildir xidmət elədim. Mənə heç vaxt demədi ki, uf. Etdiyim hər hansı bir şeyə heç vaxt demədi ki, niyə edibsən? Eləmədiyim bir şeyə heç vaxt demədi ki, niyə etmədin? Və insanlar içərisində əxlaqı ən gözəl idi. Və sonra deyir ki, mən Allah Resulü sallallahu aleyhi ve sellemin ovucu, yəni onun əli, onun ovucundan daha yumşaq heç bir ipəyə toxunmadım. Və Allah Resulü sallallahu aleyhi ve sellemin tərindən daha pak, daha gözəl heç bir müşk, heç bir ətir iynəmədim. Yəni bu da bəlli bir şeydir. Peyğəmbər sallallahu aleyhi ve sellemin təri, Allah Resulü sallallahu aleyhi ve sellemin təri, ətir iyi verərdi və sahabə, qadın Peyğəmbər sallallahu aleyhi ve sellemdən qohumluğu var idi və Allah Resulü sallallahu aleyhi ve sellem gündüz qaylulə vaxtı gəlib onun evində uzanır və yuxuya gedir və yatanda tərləyir və qadın da tərini bir əskiyə yığır və sonra sıxır onu ətir qabının içinə və sonra ondan ətir kimi istifadə edərlər. Yenə Buxarıda Bəra ibn Azibdən deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem insanlar içərisində üzü ən gözəl insan idi. Və insanlar içərisində əxlaqı ən gözəl olan idi. Nə çox hündür deyil idi, nə də çox aşağı, qısa deyil idi. Və bu arada hədislər də çoxdur. Necə ki, İmam Ət-Tirmizi rahimehullah Şəmail-i Nəbi və yaxud Şəmail-i Muhammediyyə kitabında Peyğəmbər sallallahu aleyhi ve sellemin vəsflərini zikr edir və 60 neçə fəsildir orada. Peyğəmbər sallallahu aleyhi ve sellem'i tam bir şəkildə vəsf edir. Yerişi, duruşu, oturuşu, gözünün forması, qaşı, üzü, qolları, əlləri, ayaqları, hətta sinəsi, qarnı və tüklər, saçının tükləri, saqqalın tükləri, gözünün içinin rəngi, hər şeyi dəqiqliklə vəsf eləyir. Və hər fəsildə də başlıq qoyur. Ad olaraq ki, Peyğəmbər sallallahu aleyhi ve sellemin vəsfləri və ən axırda kitabın sonunda da başlıq açır və deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellemi yuxuda görmək fəsli. Və alimlər deyir ki, İmam Ət-Tirmizi rahimehullah sanki bununla işarə edir ki, yəni kitabın axırında Peyğəmbər sallallahu aleyhi ve sellem yuxuda görmək fəsli açır. Yəni demək istəyir ki, sən bura qədər, kitabın əvvəlindən bura qədər oxudun, bu cür vəsflərlə olan qaşı, gözü, yerişi, duruşu, bu cür vəsflərlə olan insanı yuxuda gördünsə, deməli Peyğəmbər sallallahu aleyhi ve sellemi
yuxuda görübsən. Yoxsa insan xəyalına kimsə yuxuda gəldi ki, sanki Allah Rasuludur, amma tanımırsa, bilmirsə vəsflərini insan Peyğəmbər sallallahu əleyhi və səlləmi görə bilməz. Və yenə də Ayşə radiyallahu anh deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm əli ilə heç vaxt heç bir xidmətçiyə vurmamışdır. Əli ilə heç vaxt heç bir qadına vurmamışdır. Və ancaq Allah yolunda döyüşdə, cihadda vurardı. Yəni bu da Peyğəmbər sallallahu əleyhi və səlləmin əxlaqıdır ki, hansı ki biz müsəlmanlar bugün bundan, bu əxlaqlardan nə qədər uzaqda qalmışıq. Həyat yoldaşını vuran kim, uşağını vuran kim hər xırda şeyə görə evə gəldi, yəni səsini qaldırıb qışqıran, qaşqabaqlı içəri girən, üzündən sanki zəhrimar yağır, elə bilir ki, bu ilə islah yolu olacaqdır. Halbuki islah yolu Peyğəmbər sallallahu aleyhi və səlləmi hər bir şeydə nümunə götürməklədir. Mümkün deyil ki, bu ümmətin islahı başqa şey olsun. Necə ki, İmam Malik rahimehullah deyir ki, ümmətin əvvəli nə ilə islah olubsa, axırı da, sonrası da o ilə islah ola bilər. Və sonra Ayşə radiyallahu anh deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm nə vaxt iki şey arasında seçim oldusa, onun üçün daha sevimlisi ən yüngülünü seçərdi. İki işdi, hansını edim? Ən yüngülü, ən rahatı hansıdır, onu seçərdi. Ta ki günah olmasa. Əgər günahdırsa, o günahdan insanlar içərisində ən uzağı idi. Və heç vaxt öz nəfsi üçün heç bir şeyə görə intiqam almamışdır. Yalnız Allah Teala'nın haramları olunsa, onda Allah üçün, Allah'ın qadağanları pozulduğu üçün, Allah'ın hədləri aşıldığı üçün onda intiqam alardı. Yoxsa öz nəfsi üçün heç vaxt intiqam almazdır. Və Allah Teala buyurur, Qaləm surəsi 4-cü ayədə və innəkə ləalə xuluqun azim. Həqiqətən sən əzəmətli əxlaq üzərindəsən. Əl-Avfi deyir ki, İbn Abbas demişdir, həqiqətən sən əzəmətli din üzərindəsən. Bu da İslamdır. İbn Qayyim deyir ki, Allah Teala dini əxlaq adlandırdı. Əxlaq. Çünki əxlaq sadiq elmlərdir, təmiz iradə istəklərdir və həm zahiri və həmçinin batini əməllərdir ki, bu da ədalətə, hikmətə, xeyrə müvafiq olan, haqqa uyğun olan sözlərdir. Və bu da Peyğəmbər sallallahu əleyhi və səlləmin əxlaqıdır. Quran taxçasından götürülən bir əxlaq idi. Və Allah Resulü sallallahu əleyhi və səlləmin sözləri Qur'ana uyğun idi. Açıqlama, təfsilat vermək baxımından və həmçinin onun elmləri Qur'an elmləri idi. İstəyi, iradəsi, əməlləri Qur'anın yönəltdiyi, Qur'anın vacib etdiyi əməllər, istəklər idi. Üz döndərməsi, tərk eləməsi Qur'anın qadağan etdiyi şeylər idi. Rəğbəti Qur'anın rəğbətləndirdikləri idi. Tərk eləməsi, zahidliyi Qur'anın, yəni zahidliyə yönəltdiyi şeylər idi. Xoşlamaması Qur'anın xoşlamadığı şeylər idi. Sevgi, məhəbbəti Qur'anın sevməyə yönəltdiyi şeylər idi. Səy etməsi Qur'anın əmirlərini həyata keçirmək idi, səyi, çalışması və Qur'anı təbliğ etmək idi. Və cihadı, vuruşması da Qur'anı həyatda doğrultmaq, həyata keçirmək idi. Və ona görə də möminlərin anası Ayşə radiyallahu anhə Qur'anı kamil bildiyi üçün və Allah Resulü sallallahu aleyhi və səlləm yaxşı tanıdığına görə deyir ki, onun əxlaqı Qur'an idi. Çünki Qur'anı da yaxşı bilirdi, Peyğəmbər sallallahu aleyhi və səlləmi də yaxşı tanıyırdı və ona görə də bu cür ifadə edir ki, onun əxlaqı Qur'an idi. Burada saxlayaq, Allah Teala'nın müvəffəqiyyəti ilə davam etmək olar.
Və Allah Teala'dan istəyirəm ki, Allah Teala bizi eşidib yaxşısına tabi olanlardan etsin. Və Allah Teala bütün müsəlmanları Peyğəmbər sallallahu aleyhi və səlləmi özünə nümunə götürən, onun əxlaqı ilə əxlaqlanan müsəlmanlardan etsin. Allah sizə də bərəkət versin. Subhanəkə Allahumma və bihamdik. Əşhədu ən la ilahə illə əntə əstəğfiruka və atubu ileyk.